Həmçinin bizim inancımızdandır ki, deməli Allah Taala'nı göylərdə və yerdə heç bir şey aciz buraxa bilməz. Bu bizim qəti olan inancımızdır. Fikir verin. Və biz inanırıq ki, Allah Taala'nı göylərdə və yerdə heç bir şey aciz qoya bilməz. Nə üçün? Çünki Allah Taala'nın elmi və qüdrəti kamildir. Hamısına ayrıca dəlil gətirir. Hamısına. Yaxşı olar ki, bunu yadda saxlayasınız. Həqiqətən çox maraqlı mövzulardır. Və müəllif qeyd edir ki, Allah Taala'nın elminin və qüdrətinin kamilliyindəndir ki, Allah Taala göylərdə və yerdə nə varsa hər şeyi bilir, xəbərdardır, qüdrət sahibidir və heç bir şey göylərdə və yerdə onu aciz qoya bilməz. Əksinə hər şey Allahın qarşısında acizdir. Və sonra burada müəllif Yasin surəsinin ayəsini gətirir. Allah Taala buyurur: "İnnəmə əmruhu izə arada şey'ən en yəqule lehu kun feyekun." Allah Taala bu ayədə buyurur ki, onun əmri bir şey istədiyi zaman, yəni Allah Taala'nın əmri bir şey istədiyi zaman ona sadəcə ol deməsidir ki, o da dərhal olar. Fikir verin. Yəni bu Allah Taala'nın əzəmətinin genişliyinə dəlalət edir, böyüklüyünə dəlalət edir ki, Allah Taala'nın əmri, onun əmri nəyi istəyərsə, yəni sadəcə ona ol deməsidir. Sadəcə ol deməsidir. Ona görə əziz qardaşlar, fikir verin ayənin əzəmətinə. İnnəmə əmruhu izə arada şey'ən en yəqule lehu kun feyekun. Onun əmri bir şey istədiyi zaman ona sadəcə ol deməsidir ki, o həmən olar. Yəni bu nəyi göstərir? Müəllif burada qeyd edir ki, fikir verin. Allah Taala'nın əzəmətinin genişliyinə, böyüklüyünə və ucalığına. Və bu baxımdan Allahı göylərdə və yerdə heç bir şey aciz qoya bilməz. Əksinə, bütün kainatda hər şey onun qarşısında acizdir. Allahın qüdrəti kamildir və həmçinin Allahın gücü və elmi kamildir.